Bəli, Rusiya səfərim əsnasında orada Rusiya, Ukrayna, ondan sonra İran, Amerika müharibəsi haqqında geniş müzakirələr aparmışıq. Məlumunuzdur ki, 4-5 ildir Rusiya-Ukrayna müharibəsi davam edir. Üstəlik 2 gündə yenə Amerika ilə İran başlayıb. Mən də bir müharibə görmüş adam kimi bu müharibələrin əleyhinəyəm. Bu müharibələr düzgün müharibələr deyil. Düzünü deyim ki, bu İranla Amerikançı müharibə deyil. 2 gün atışırlar, 3 gün sülh olur. 4 gün atışırlar, 5-ci gün sülh olur. Mən deyərdim ki, belə müharibə olmaz. Müharibə Qarabağ müharibəsi idi, 44 gün ərzində. Gəldilər, vurdular, bizi oradan çıxartdılar, torpaqlarını aldılar. Baxma, belə müharibə ləzzət eləyir. Yoxsa 5 ildir Rusiya, Ukrayna, 5 ildir o onu atır, bu bunu atır. Belə müharibə olmaz. Müharibə olar 44-45 gün. Lap belə olsun əlim yandı da 23 saat, 24 saat. İldırım surəti ilə gəlir, vurur, sən oradan çıxardır, dincəlirsən. Müharibə belə olar. Yoxsa Amerika ilə İranınki kimi. O deyir mən udmuşam, bu deyir mən udmuşam. O onu vurur, bu bunu vurur. O ora atır, bu bura atır. Ay başa dönüb belə müharibə olmaz. Hal-hazırda müharibələri futbol oyunlarına döndəriblər. Son 100 ilin ən gözəl müharibəsi Qarabağda oldu, nəticəsiz oldu, bana da çox ləzzət elədi. Əşi belə fırıldaq müharibələrdən olmasa yaxşıdır. Qəşəng sülhdür, sülh olsun təki əmin-amanlıqla yaşayaq, sağ olun.